Bəs Orxan Rökbətanlı ilk dəfə hansı peşədən pul qazanıb? İlk dəfə hansı peşədən pul qazanmışam? İlk dəfə. Yəqin birinci toya getdiyimi deyirsiniz. Hə, hardasa bir 16 ya 17 yaşım var idi. 17 yaşım var idi. Bir dənə toy oldu. Bizdə Rökbatan qəsəbəsinin yanında Güzdəy kəndi var. Güzdəyə toya getmişdim. Birinci dəfə idi toya gedirdim meyxana deməyə. Ha, orada meyxana deyənlər çox idi. Rəhmətli Aydın orada idi. Rəhmətli Məşəd baba orada idi. Allah, iş nəfər əziz, Rəşad qardaşımız orada idi. Çox meyxana deyən var idi. Mən çox cavan idim. Dedilər bir nəfər Orxan adına uşaq o da desin. O vaxt bizi tanıyan yox idi o qədər. O qədər pul yığıb gəlmişdim ki toydan. Hətta səhər yuxudan durdum, gördüm anam narahat olub. Məndən narahat olub ki, yəni bu qədər pulu 17 yaşında uşaq hardan əldə edə bilər. Nə qədər dedim ki, toydaydım, inanma. Axır getdim o toyun kasetini 3-4 gündən sonra qabaq video kasetlər idi. Tapdım, gətirdim, evdə baxdılar ki, dedim baxımba meyxana deyirəm, pul verirlər. Bizim necə, yəni narahat olmuşdular ki, görürsən bu nə işlə məşğul olub, bu qədər pul tapıb gətirib. O vaxt indi kimi zamanında hər şey, indi aşkardır, TikTok var, Instagram falan, hər şey var, sosial şəbəkələr var. Qabaq elə şey yox idi. İlk dəfə onunla qazanmışam. Pul məbləğini deyə bilərəm də. Elə bir köhnə pulla, hardasa 50 neçə Şirvan, o vaxt Şirvan var idi ya. 10 min manat etdə deyəsən biri. Ondan qazanmışdım 50 neçə dənə. O vaxt da böyük pul idi o. Məsələn, o vaxt çox böyük pul idi o. Ondan biraz az məbləğdə atam maaş alırdı. Təsəvvür elə, o maaşdan da hamımız yaşayırdı. Bəs bu sənətdə Orxan Rökbətanlıya kim dəstək olub? Dəstək olanlar çox olub. Məsələn, mən Rökbətanda böyümüşəm, Rökbətanda böyük başa satmışam. Orada mənim öz ətrafım var, dostlarım var. Onlar həmişə mənim məsələn, meyxana müsabiqələrində, yarışlarda iştirak edin. O birinin adını çəkmərəm, birinin adını çəkərəm. Ona görə ad çəkmirəm. Elə ümumi özləri bilir kimlərdir. Hamısını salamlayıram buradan. Böyük dəstək olublar. Hətta mən o vaxtı 2009-da ATV kanalında yayımlanan, qonşu kanal ATV kanalında yayımlanan bir meyxana yarışması var idi. Mən orada finalist olmuşam. Evdə kuboklarım falan var hamısı. Həm də o 3 dənə 16 nəfərin içindən 3 nəfər ən yaxşı iştirakçı seçilmişdi. Biri də mən idim. Ən yaxşı iştirakçı titulu vermişlər bizə. Onda mən orada hər dəfə, hər yarışmada, hər qatıldığım elə bir o dueldə onadı o vaxt. Qalib olduqca Rökbətandakı dostlarım bir dəstə uşaq, əllərində də mənim şəkillərim, plakatlar, özləri düzəltdirir o şəkilləri, plakatları falan. Elə bir əhd eləyirdilər ki, məsələn, bu dəfə Orxan bu həftədə olsa, Yasamalda yerləşir, Yasamal rayonunda yerləşir, ATV kanalı. Oradan Rökbətana qəsəbəyə qədər piyada gedirsiniz. Bax, inandırım sizi ki, 40 nəfər, 50 nəfər uşaq piyada da gedirdilər. O qədər dəstək olub Rökbətan uşaqlara. Bəs tanınmışlardan kim dəstək olub? Tanınmışlardan valla, mən o meyxana camiyyəsinə qatılandan bu yana həmişə xətrimi çox istəyiblər. Çünki böyüyün ikisinin yerini saxlamışam həmişə. Çox əziyyətlə gəlib çıxmışıq bu yerə, qoy onu deyim sizə biləsiniz. Yəni, indiki cavanlar üçün tanınmaq çox asandır. İndiki bu sosial şəbəkələr falanlar var. Bu dəqiqə məsələn bir dənə ya qeyri-adi bir söz deyə, ya qeyri-adi toyda bir hərəkət elə, qoysunlar onu TikToka, falan kəs falan şey elədi. Amma qabaq çox çətin idi bunlar hamısı. Qabaq ümumiyyətlə televiziyaya gedib çıxmaq çətin idi. Biz qatıldığımız yarışmalar var. İnandırım sən 300-400 nəfər sınaqdan keçirdi, onların içindən 6 nəfər seçirdilər. And ol Allaha. İndi o şeylər biraz asanlaşıb əvvəlki nisbətən. Tanınmışlardan dəstək olan çox olub. Məsələn, 2003-dəki qatıldığım yarışmada Münsiflər Heyəti Namiq Qaraçoğlu idi, Mehmal Əhmədli idi, Aydın idi rəhmətli. Xıdanlı bir nəfərdə həmişə bir Qəzəlxan, bir şair otururdu orada, əlavə və ekspert kimi. Orada ən çox mənə dəstək olub Aydın rəhmətli, Xıdalanlı. Aydın əbi xoşuna gəlmişdi meyxana deməyim. Orada hətta seçim turlarına rəhmətli Vüqarla biləcəyinə bir yerdə qatılmışdıq. Təsəvvür edin ki, 200 neçə nəfərin içində bir nə biz olduq ki, hər dəfə birini kəsirdilər, birini saxlayırlar. Bizim ikimizi də neçə mərhələ saxladılar. Hoşlarına gəldi meyxana deməyimiz, səsimiz, istedadımız. Oradan Vüqarla dostluğum da oradan başlamışdı. Mən Vüqarla çox yaxın dost olmuşum. Biz 17-18 il möhkəm dostluq eləmişik. Allah ona rəhmət eləsin. Yaxşı şair olub. Sonra məsələn 2009-da Sözüm Var yarışması deyəmə qatılmışdım. Orada məsələn 16 uşaq idik. 8-i Namiq Mənanın dəstəsi idi. 8-i Vüqar Əbdiloğlu, salamlayıram ona, hər ikisini Allah ömür versin. Mən Vüqarın dəstəsində idim. Orada da Vüqarla dostlaşdıq. Ondan sonra da Vüqarla mütəmadi işlədik, çalışdıq bir yerdə. Onda Vüqarın öz Mədəniyyət nəzdində Bakı Estrada teatrı var idi. O teatrda 3-4 il çalışmışam orada, Fərdagil falan, hamımız bir yerdə işləyirdik. Tamaşalar verirdik.
Belə vaxtlarımız olub. Yəni biz bu incəsənət sahəsində tanınıq bir yerə gələnə qədər vallahi deyirəm, gecəmiz gündüzümüz olmayıb.